Ölüm hər bir insanın üzərində hakimiyyət sürür. Və hər bir şəxs ölüm qarşısında acizdir. Və heç kim onun çarəsini tapa bilmir. Və buna görə də insanlarda bir qorxu var. İnsanlarda bir çarəsizlik var. Və ümumiyyətlə baxaq görə ölüm insan həyatına nə zaman gəldi? Biz yaradılışa qayıtsaq, Adəm və Həvvanın dövründə ilk insanda Rəbb belə bir əmr verir. Bağdakı bütün ağacların meyvəsindən yeyə bilərsiniz. Amma xeyirlə şəri bilmə ağacın meyvəsindən yemə. Çünki ondan yeyən gün hökmən öləcəksən. Və nə baş verir? Adəm və Həvva yeyir. Allahın sözünə itaətsizlik edir, meyvədən yeyirlər. Və ilk olaraq ruhani ölüm insan həyatına gəlir. İnsan ilk olaraq Allah üçün ölür. İnsanın ruhu ölür. Və insan Allahdan ayrılır. Ölüm ayrılıqdır. Və bununla qalmır, ikinci olaraq fiziki ölüm insan həyatına gəlir. Adəm və Həvvanın iki övladı vardı, Habil və Qabil. Və bir gün Qabil Habili öldürür. Və ilk fiziki ölüm yaşanır. Və təsəvvür edir, Adəm ilk dəfə ölüm görürdü. Bəlkə də onlar gəlib səsləyirdilər Habil. Amma səs yox idi. Bəlkə də onu tərpədirdilər, heç bir oyanış yox idi. Çünki o ölmüşdü və onlar ilk dəfə idi bunu yaşayırdılar. Bizim üçün o qədər təəccüblü gəlməyə bilər. Amma onlar üçün bu ilk idi. Və həmin an Adəm başa düşürdü ki, o nə edib? Onun itaətsizliyi, onun günahı nəyə gətirib çıxardıb? Və bilirsiniz, bu təkcə onların dövründə qalmadı. Bu bütün bəşəriyyətə yayıldı.